Erməni tarixçiləri başda və ilk olaraq Suren Yeremyan Moskvada işləyirdi. Bu SSR Şərqşünaslıq İnstitutunun Qafqazşünaslıq şöbəsinin müdiri idi, akademik Yeremyan. O vaxtı, o 30-cu illərin sonu, 40-cı illərin əvvəllərində bu Girdiman məsələlərinə, Albaniya tarixi ilə də məşğul olub. Girdiman məsələsini yazarkən aparıb çıxardıb Girdimanı Qazax, Tovuz ərazisinə. Bu da məqsəd idi. Girdiman Alban dövlətçiliyinin bir növ özəyi idi, yadrosudur. Yəni, Girdiman feodalları Alban hökümdarları idi. O Tovuza, Qazağa ona görə aparıb ki, çatdırıb o Ermənistan sərhəddinə. Gələcəkdə Albaniyanı özünə yükləşdirmək. Əgər Girdimanı bunlar erməni ərazisi hesab eləyə bilsəydi, asanlıqla Albaniyaya sahib dura bilirdi. Və əfsuslar olsun ki, Yeremyandan sonra bizim Albanşünas alimlər də o problemə giriş bilməyiblər. Birincisi, bizdə 50-60-cı illərin əvvəllərinə qədər Albanşünas mütəxəssis olmayıb. Albaniya tarixi zəif öyrənilib. İkincisi, Yeremyan Moskvada oturub. Burada nə yazırlar? Göndərirlər, o redakt edir, dəyişir. 3 il Azərbaycan tarixinin 1-ci ildə çıxanda Azərbaycanlı mütəxəssislər Girdimanı Şirvan ərazisində veriblər. Gedib bu kitab Moskvada redakt olunanda həmən Yeremyan onu dəyişib yenə aparmışdı ofis istiqamətə. Ona görə də bizim Albanşünas alimlər, akademik Ziya Bünyadov da, akademik Fəridə Məmmədova və digərləri də Girdimanı yerin dəqiq müəyyən edə bilməyiblər. Girdiman ilə qalıb Tovuz, Şəmkir, Qazax. Bu mövzunu mən götürdüm və ilk dəfə araşdırdım bunu arxeoloji materiallar əsasında, mənbə yazılı qaynaqlar əsasında, etnografik materiallar, toponimika, qədim toponimlər əsasında və son nəticə bu oldu ki, Girdiman vilayəti o deyilən ərazidə deyil. Girdiman ərazisi şərqdə Ağsu çay, qərbdə Daşağıl çayı. İndiki İsmailli, Qəbələ, Oğuz rayonları Baş Qafqaz sıra dağlarının cənub ətəyindən başlayaraq cənubda Kür çayına qədər olan bir ərazini əhatə edib.